25 iyun 2026-cı ildir və həftənin cümə axşam gündür dəyərli izləyicilər. 50 Azərbaycanlının orqanları satılıb Kenyada, dəhşətli hadisə. Detalları sizinlə bölüşürəm və hər birinizdən bu videonu bəyənmənizi və bu ana qədər kanalımıza abunə olmamısınızsa abunə olmanızı rica edirəm. Bəli, 24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan mafiyasının qurbanına çevrilməsi insan orqanlarının qanunsuz alveri ilə məşğul olan böyük bir şəbəkəni ortaya çıxarıb. Məlum olub ki, 50 Azərbaycan vətəndaşı gizli şəkildə Şərqi Afrikaya aparılıb. Kenyada yerləşən özəl klinikada müxtəlif orqanları çıxarılaraq əsasən İsrail vətəndaşlarına köçürülüb. Musavat.com xəbər verir ki, hazırda qanunsuz orqan transplantasiyasına görə Almaniyada məhkəmə prosesi keçirilir. İttihama görə 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Kenyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadın Sabina Fischer-Kugler orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur və onu 5 ilə qədər həbs cəzası gözləyir. Hadisə necə üzə çıxıb? Məsələ ilk dəfə Almaniyanın aparıcı media orqanları tərəfindən aparılan geniş jurnalist araşdırmasından sonra beynəlxalq rezonans doğurub. Araşdırma Kenyanın Eldoret şəhərində yerləşən MedHealth klinikasının ətrafında fəaliyyət göstərdiyi iddia olunan beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti təsvir olunurdu. Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən Sabina Fischer-Kugler jurnalistlərə etiraf edib ki, böyrək əldə etmək üçün vasitəçilərə 100 min, 200 min dollar, bəzi mənbələrə görə isə 200 min avro həcmində vəsait ödəyib. Almaniya qanunvericiliyinə görə insan orqanının alınması və satılması ilə bağlı maliyyə əməliyyatları cinayət hesabı olunur və məhkəmə prosesinin 2026-cı il iyunun 23-də Bavariyanın Weissenburg şəhərində başlanıb, qadın məhkəmədə peşman olduğunu və həyatda qalmaq üçün çıxış yolu axtardığını söylüyor. Azərbaycanlı donor kimdir? Araşdırmalarda bəlli olur ki, donor 24 yaşlı Azərbaycan gəncidir. Sabina Fischer-Kugler bildirib ki, əməliyyatdan əvvəl və sonra həmin gənclə cəmi bir neçə dəqiqə görüşüb. Vasitəçilər ona donorla yaxın təmas qurmamağı tövsiyə ediblər. Ən diqqət çəkən məqamlardan isə biri budur ki, rəsmi sənədlərdə donorun heç bir ödəniş almadan könüllü şəkildə orqanını bağışladığı göstərilib. Halbuki əməliyyatda iştirak edənlərin əksəriyyətinin onun pul aldığını deyiblər. Məbləğ açıqlanmasa da donora adətən ümumi məbləğdən qəpik quruş çatır və bu da məlum faktdır. Və təbii ki, Kenyada fəaliyyət göstərən bu şəbəkə daha çox xarici ölkələrdən olan donorlardan istifadə edir. Bunların arasında Azərbaycanlılar da hədəfə daha çox çevrilib. Çünki istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqət çəkən bir fakt var ki, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edir. Acınacaqlı bir halda dəyərli izləyicilər. Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 İsrail